Salam dəyərli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində möhtəşəm evimizi, villamızı sizlərə təqdim edirik, hörmətli izləyicilərimiz. Villamız eksklüziv villadır. Yalnız bizim səhifəmizdə, bizim satış səhifələrimizdə, YouTube kanallarımızda görə biləcəyiniz evdir, hörmətli izləyicilərimiz. Masazır qəsəbəsinin əsas prospekt yola yaxın bir ərazidə, hündür ərazidə elə bir yerdir ki, marşrut qapının düz önündən keçir, hörmətli izləyicilərimiz. 10 sot torpaq sahəsində bağlı, bağatlı, belə deyək, 2 mərtəbə əlavə tikililər olan 5 otaqlı paket kupçalı həyət evimiz. Həyət hissəsidir. Uzun kadrdan göstərmişsə, qapıları məsafədən idarə olan həm darvaza, həm əl qapısı var. Evin dörd bir tərəfini görürsünüz, keçmək olur. Bax, bu da həyət hissə. Həyətimizə rahat 10 maşın daxil olar rahatlıqla. 10 maşın qəşəng mozaika, monolit döşmə betonla əldə olunmuş həyət, bağlı, bağatlı. Evimizin də üz görünüşü, hörmətli izləyicilərimiz. Burada bağat hissəmiz var, bağ hissəmiz var. Düşün göstərim sizlər üçün. Mütəmadi qulluq olunan bağ hissəmiz. Evin zirzəmi hissəsi var, hörmətli izləyicilərimiz. Quru zirzəmi keçib, artıq əşyaları yığıb hündür bir məsafə boy verən bir villa zirzəmidir. Bu da aşağı həyət hissəmiz. Görürsünüz necə qulluq olunan. Özü üçün şəxsi tikili bir evdir, hörmətli izləyicilərimiz. Burada həyətin aşağı hissədə olan sanitar qovşağı var, özünə məxsus. Burada manqal otağı var. Bax, burada da bağ-bağat üçün əlavə yerlər ayrılıb. Çox böyük bir ev, hündür bir ərazidə gördüyünüz kimi. Həyətində də olmayan meyvə ağacları yoxdur. Burada qədimi şam ağaclarımız, dekorativ ağaclar var. Bu tikilinin altında, hörmətli izləyicilərimiz, evin həm koteli, həm ehtiyac süsəni qoymaq üçün yerlərimiz var. Bağ hissəsi çox gözəl tikili. Burada da naves mövcuddur. Bax, burada belə əlüzyanı da var. Buradan yuxarıdan sizlərə bir daha göstərim. Həyətində ön görünüşü bu istiqamətdən göstərim sizlərə. Mərkəzi kanalizasiya, qazı, suyu, işığı, mütəmadi qulluq olunan bağı və evimizdə də yaşayış var. Şəxsi sahibi özü üçün illər öncə özü üçün inşa elətdirilmiş möhkəm qoşa monolit betonlu qəşəng ağlay üzlə döşənmiş həyət evimiz. İlk öncə buradan salon hissəni sizlərə göstərsəm. Burada əlavə 120 nəfərlik salon hissə var. Evimiz də 90% əşya ilə satılır. Sadalayacağım nələr qalır içində. Bax, bu qapıdan, həyət qapıdan, bax, bu böyük salon hissəyə keçsin, hörmətli izləyicilərimiz. Bax, bu evin mətbəx hissəsində keçsin. Evin önündən keçib sizlər üçün göstərəcəm. Burada 2 ədəd kondisioner, 1 ədəd böyük 140 ekran televizor. Bax, burada rahatlıqla xeyir ad günü, xeyir işlərinizi keçirmək olar. Bax, bu stol, 2 ədəd kondisioner. Stol, stullar 100 nəfərlikdir, hörmətli izləyicilərimiz. Hamısı bax, bu qiymətin içinə daxildir. Evimizin qiyməti 350.000 manat. Real müştərilərə, müştəri real olursa qiymətdə təbii ki, indirim olunacaq. Gördünüz, bu evin əlavə olaraq belə deyək, qonaq otaq, qonaq qarşılamaq üçün, xeyir işləri görmək üçün böyük bir salonu. Evin içindən də keçmək olur, göstərəcəm sizlərə. Evin isə daxil olduğu, hörmətli izləyicilərimiz, görürsünüz, evin necə daxili gözəlliyi var. Divar kağızlarımız çox bahalı divar kağızları. Evin internet sistemi, giriş hissə, mətbəx hissə, sanitar qovşaq hissələr döşəmədən isitməli. Bu giriş hissə, hörmətli izləyicilərimiz, görürsünüz gözəlliyi. İlk öncə salonu göstərimsə, salonda hər bir şey qiymətə daxil qalacaq. Elegant mebellərimiz var, qiymətə daxil qalacaq. Sadəcə evdə götürülən paltaryan, soyuducu, fırın, aspirat fırın, mikrovalnovka və 1 ədəd yataq otağının dəsti cehiz olaraq götürüləcək. Evin hardasa 40 kvadratlıq salon hissəsi yeni alınmış əşyalardır, bahalı, elegant əşyalardır. Qiymətə daxil qalacaq. Bax, burada sanitar qovşaq hissəmiz var. Böyük duş masaj kabinlə bir yerdə.
Bax, bu cür birinci mərtəbənin sanitar qovşağı. İndi isə mətbəxə keçək. Burada bir ədəd aşağı mərtəbədə yataq otağı var. Sonunda göstərəcəm sizlər üçün. Burada evin mətbəx hissəsi membran mətbəx möbildir, hörmətli izləyicilərimiz. Görürsünüz, döşəmə yerdən isitməli. Burada sadəcə soyuducu, fırın, mikrovolnovka, paltaryon götürüləcək. Qalan hər şey televizora kimi qiymətə daxil qalacaq. İlk öncə göstərdiyim evin xeyir salonuna keçmək üçün, böyük salon, xeyir salonuna keçmək üçün bu mətbəxdən belə giriş-çıxış mövcuddur. Həm də evin həyətindən giriş-çıxış mövcuddur, hörmətli izləyicilərimiz. Bax, belə. İndi isə ikinci mərtəbədə olan otaqlarla sizə tanış edim. İkinci mərtəbəyə daxil olduq. İkinci mərtəbədə 3 ədəd yataq otağı, 1 ədəd sanitar qovşaq, monolit beton döşəmə, 1 ədəd 90 kvadrat Siemens markalı kondisioner qiymətə daxil qalacaq. Burada ikinci mərtəbədə olan sanitar qovşaq hissəmiz. Burada 1 ədəd 20 kvadratlıq yataq otaq hissəmiz. Paket kupçadır evimizin sənədləri, ipoteka bank şərtlərinə uyğundur. Sadəcə bu otağın 24 kvadratlıq otağın yataq dəsti götürüləcək. Qalan hər bir şey, sadaladıqlarımdan başqa hər bir şey qiymətə daxil qalacaq, hörmətli izləyicilərimiz. Digər bir yataq otağı da buradadır. 20 kvadratlıq. Evimizdə 4 yataq otağı, 2 salon, 1 mətbəx, 2 sanitar qovşaq evimizin içində, 1 ədəd isə həyət hissədə var. 10 sot torpaq sahəsində, belə desək, 6 otaqlı evimizin qiyməti 350.000 manat. Real müştərilərə qiymətdə endirim olacaq. Evimiz nəzərinizə çatdırım ki, şəxsi tikili bir evdir, hörmətli izləyicilərim. Öz sahibi tərəfindən tikilib, iş adamı, investor tərəfindən tikilməyib. İndi isə aşağıda olan yataq otağını göstərim. Bu isə birinci mərtəbədə olan yataq otağı dəstimiz. Otağımız, burada da hər şey qiymətə daxil qalacaq, hörmətli izləyicilərimiz. Bax, bu vəziyyətdə 6 otaqlı evimiz, 10 sotda paket kupçalı şəxsi tikili evimiz 350.000 manata. Real müştərilər olursa qiymətdə razılaşılacaq. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.